Peyğəmbər belə danışsın qabağınızda, siz onu anlamayacaqsınız. Bunun üçün təmizlənmək lazım. Hansı universitet icazə verər ki, müəllim tələbələri təmizləməklə məşğul olsun? Və ya müəllim dursun desin ki, uşaqlar, bir ay sonra sizə çox önəmli dərs deyəcəm, indidən oruç tutun. Bir ay oruç tutacaqsınız, ayın sonunda sizə önəmli bir mühazirə söyləyəcəm. Deyərlər ki, işte bu müəllim nədir? Amma bu belə idi. Rublev var idi bir Rus ikonaçısı. 40 gün oruç tuturdu bir ikona çəkməzdən əvvəl. Tərtəmiz təmizlənir. Dualar edirdilər, şairlər şeir yazmazlar. Füzuli şeirinə başlamamış bir Allaha dualar edir. Nədir bu hissəni ötürək? Bunu oxumayaq bu hissəni. Keçək birbaşa hadisələrə. Yəqin o dövrdə bu belə qəbul olunmuşdur. Yox, bu bütün dövrlərdə qəbul olunur. Allah sənin ürəyinin möhrünü açmasa, sən heç nə də deyəməz.